Deyir, arıqlamaq istəyirəm, kökəlmək istəyirəm. 15 gün məşq eləyirsiniz, fısvız yatır. Sürsümüyün ağrıyır, halsızsan, pis gündəsən. Özünə vaxt ayır da. Get də bu yolu. Başlamısan get, hansısa nəticəni əldə elə. Onsuz da sanki səndə heç nə yoxdur. Kökəlmisən ya arıqsan, sən hansısa işə başlamısansa, sən o dadiba getməlisən axıra kimi. 10 gün gedirsən, dank yatdın, su alınmır. Elə şu alınmayacaq da qarış 10 günə sən çəki ata bilərsən, 10 günə sən çəki yığa bilərsən, heç vaxt yığa bilmərsən. Bu göbələk deyil, elə belə bitir. Bunu məşq eləyirsən, pastayanı sən aktiv olursan, pastayanı sən disiplinin olur, yeməkvə, içməkvə, yatmaqvə, hər şeyvə fikir verirsən. Sonra deyirsən ki, nəfəs ala bilmirəm, özüm pis hiss eləyirəm. Pis hiss eləyəcəksən də yemək yeyirsən, hərəkət eləmirsən. Bu hara getsin, bu gedir bura. Özünsən də günahkar. Yeyirsən, içirsən, məşqivi də elə vaxtında əritməlisən, hərəkətdə olmalısan. Daha bəs görək, məşqə başlayın. Takib olun, paylaşın videonu, mən sizə inşallah kömək eləyəcəm. Dəstək olacağım, motivasiya qaldıracağım. Allahın izni ilə yavaş-yavaş videolarda paylaşacağım.